Allah Taala'nın yəqinlik olması, yəni şübhələrin olması məni narahat edir. Yəni yəqin demir, şübhədir. Yəni bu haqda yəni mən özüm narahatam. İstəyirəm ki, bu şübhələrdən məndə olmasın. Yəni bu barədə necə düşünürəm? Yəni insan da bir vəsvəsə gəlir ki, bəlkə Allah var, bəlkə yoxdur. Yəni bu vəsvəsələr məndə artıq var. Yəni mən nə edim? Bu hədisdə gəlir. Peyğəmbər sallallahu aleyhi və səlləm sünnətində də gəlir. Hədisdə gəlir. Bu barədə hədislər var. Və bu hədislər göstərir ki, hətta sahabələrin başına gəlib bu. Aydındır. Və bu dəhrilər ki, deyirlər, dəhr. Yəni bizdə indi ateist deyirlər. Onların ən, məsələn, bir ateist, bir dəhri sual versə ki, sən mənə xaliqi sübut et. Yəni, bir yaradanın var olduğunu sübut et. Ən böyük sübut nədir? Onun özü. O məxluqdur. Neçə yaşı var? 30 yaşı. 30 il 9 ay. Bundan qabaq o nə idi? Bir onu fikirləşsin və sonra güclü qabağında özünə baxsın. Və düşünsün ki, bu gözlər, bu qulaqlar, bu içalaq, bu qəlb, bunlar necə əmələ gəldi? Düşünən beyin, döyünən ürək, tutan əl, yeriyən ayaq, görən göz, eşidən qulaq, danışan dodaq və s. və ilə axır. Bunlar necə əmələ gəldi? Necə oldu ki, insan bir lokmanı ağzına atır, birdən öz-özünə mədədən şirə ifraz olur, o lokmaya görə, tikəyə görə. Niyə görə? Onu yaşləsin. Yaşləsin, onun ağız suyu. Hətta onu yaxşı həzm edə bilsin. Təxmini bir 4-5 il bundan qabaq birdən-birə belə bir şey əmələ gəlmişdi özündə. Ağız suyum quruyurdu yemək yiyəndə. Nə qədər əzab çəkirdim. Gedmişəm həkimə, həkim də qohumdur. Amma deyir, özünüz qəribəsiz xəstəlikləriniz də həmsinin. Belə şeylə rastlaşmamışdım. Dərman da yoxdur, yapsın. Müalicə nə oldu? Limonu qoyurdum qabağıma, baxırdım ki, ağzım sulansın və yeyim. Yəni, onda dərk elədim ki, bu necə neymətmiş, böyük neymət. Çünki sən bunu yeyəndə fərqinə varmırsan axı. Belə. Yəni, necə oldu ki, tikəni atdım, birdən öz-özünə, çünki ateistlər belə deyir, birdən öz-özünə mədə şirə buraxdı. Və birdən öz-özünə bu dişlər niyə görədir? O ağzıva atdığın qidanı çeynəmək üçün. Sən demə, birdən öz-özünə burada dil də var imiş, bizim xəbərimiz yox imiş. Və dil də ki, elə bir dil imiş ki, 4 tərəfli də yanlar turşduğu, uç tərəfi, mən bildiyim qədərincə, şirinliyi və arxada acılığı hiss edir. Bu da təsadüfəndir, necə oldu bilinmir. Və sonra o qidanı hazırdır, udursan və birdən təsadüfən orada 2 dənə boru var, nəfəs borusudur, bir də qida borusudur. Çox qəribə şeydir. Və birdən o qida borusuna gedəndə nəfəs borusu bağlanır. Qida borusuna gedəndə nəfəs borusuna girməsin deyə nəfəs borusu bağlanır. Bu da təsadüfən olur, dırnaq arasında. Amma qəribədir ki, ona görə sən qidanı udan anda, nəfəs ala bilmirsən. Udğunan anda nəfəs alırsan, heç vaxt, mümkün deyil. Amma birdən sual ortaya çıxır ki, bəs bu balaca uşaqlar ana südünü içirlər və içə səs çıxarırlar, nəfəs alırlar tez-tez. Çünki uşaq olarkən insanın nəfəs borusu qida borusundan yuxarıda olur. Girmə ehtimalı yoxdur. Bu da insan böyüyə-böyüyə təsadüfən nə olur? Düşür aşağı. Və sonra gedir mədəyə düşür və mədə də ki, təsadüfən elə bir formada işləyir ki, dəmiri də atsan həzm edir. Sonra bağırsaq. Və bu qidalar da təsadüfü halda ya. Hamısı nə lazımdır? Ötürülür damara, ətə, yəni hər şey paylaşdırılır və rahat bir şəkildə xaric olur. Və 9 ay insan ana bətnində və uşaq doğulur, birdən təsadüfən ananın sinəsindən süd gəlir. Və hamısı təsadüfən olur. Yəni insan ağlı
İnsan ağlı, aqil insan bunu qəbul edər. Vallahi bu gülməli haldır. Və Xaliqin ən böyük dəlili məxluqudur. Ərəblərin bir sözü var, deyir, dəvənin izi dəvəni göstərir. Yəni buradan dəvə, yəni görsən ki, bir səhrada dəvənin izi var. Dəvənin ayaq izləri. Bu nəyin dəllidir? Deməli buradan dəvə keçir. Dəvənin izi dəvənin dəllidir. Bu kainatdakı bu qədər izlər insanın öz varlığından tutmuş, hamısı Allah Azza və Cəllənin dəllidir varlığının. İxlasla.com saytı tərəfindən təqdim olundu.